Bəzi insanlar var, günah etməkdə peşəkardırlar. O qədər gizlətmirsən, artıq özün də ona inanmırsan ki, hələ bu gizli özün də yapıyorsun. Hələ ən böyük günahlardan da biri bəzən o xırda günahlardır. Mömin günahları boynuna yüklənmiş bir dağ kimi hesab edər. Amma kafir, fasiq isə elə sanki milçəkdidə qonub burnun ucuna. Amma ad min cür oyundan çıxır, keyflə yaşayır. Bu sözü deyən adam var ad. Adama sual verir, sən nə bilirsən keyflə yaşayır? Olmazdımı ki, Allah Teala buyursun, sübh namazında Fatihə surəsini oxuyun. Günorta namazında, məsələn, Fəcr surəsini oxuyun. Axşam namazında Ləyl surəsini oxuyun. Niyə? Təkrar Fatihə surəsini oxuyur. İnsanı günahlar Allah övliyası ilə də üzbəüz qoyar. Hətta Allah övliyasının qatili də eləyər. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Allahın salamı olsun sizə, əziz və hörmətli izləyicilərimiz, dostlarımız. Xoş gördük sizi uzun bir fasilədən sonra. Yenə də sizinlə doğru yanaşma efirdədir. Yeni sezonda yenə də əziz alimlərimizlə xidmətinizdəyik. Mən alimləri sizə tanıtmaq, daha doğrusu təqdim etmək istəyirəm. Bütün Azərbaycan, bütün möminlər bu əzizləri tanıyırsınız. Bizim dəyərli ilahiyyatçı alimlərimiz Hacı Ramil Bədəlov, Hacı Mir Cəfər Əyyubov və Axund Azər Sani yenə də xidmətdədirlər, yenə də sizin qarşınızdadılar. Çoxdandır bizə yazırdınız ki, bu proqram nə oldu, niyə davam etmir? Doğru yanaşmanı səbirsizliklə gözləyənlərin gözü aydın olsun. Yenə də efirdə inşallah. Əziz ustadlara söz vermək istəyirəm. İnşallah kimlə başlayaq? Buyurun, söz sizdədir. Yeni sezon ağa ilə başlayalım. Seyid Peyğəmbər övladı ilə başlayaq. Ən gəncimiz yeni sezona uyğun Hacı Ramildir, buyursun da başlasın. Salamlayıram, xoş gördüm hər birinizi. Allah gələn günlərimizi bərəkətli eləsin. Amin, amin. Mövzu, daşlar bilir, tamaşaçılar bilmir. Niyə günahları təkrar edirik? Budur mövzu. Bəli. Elə mən görürəm, maşallah, Hacı Ramil işləyib, o akademik şəkildə hər şeyi. Giriş verim, inşallah, Axund Hacı Ramildə fikirlərini deyər. Niyə günahları təkrar edirik? Müxtəlif səbəbləri var. Hamısı da təbii ki, şeytanın təlqini nəticəsindədir. Sanki insanlar arasında söhbət günahkar insanlardan gedir də. Mən mövzuya girməmişdən əvvəl biraz o kateqoriyanı ayırım. Günahkar deyəndə hamının günahı var. Hamımız günahkarıq, az çox. Amma bəzi insanlar var, günah etməkdə peşəkardırlar da. Bunlar ictimai günah, belə böyük günah, insanlara mərdimazarlıq etmək günahı, hədd-hüdud bilmirlər. Bu insanlardan əsas söhbət gedir. Yəni, xırdapara günahları Allah bağışlayır. Quran-Kərimdə buyurur ki, İn təcitənibu kəbairə ma tunhəvnə anhuna kəffir ankum səyyatikum. Böyük günahları tərk etsəniz, kiçiklərə göz yumacam. Allah söz verir. Böyükləri eləməyin, kiçikləri görməzdən gələcəm. Nükəffir, küfür bir şeyin üstünü örtməkdir. Yəni, olmamış kimi götürəcəm, üstünü örtəcəm. Əsas odur ki, insan dinə, mənəviyyatına, həm cəmiyyətin mənəviyyatına, həm öz mənəviyyatına, başqalarına, Allahın bəndələrinə zərər verə biləcək böyük günahları etməsin. Bu günahları təkrarlamağın əsas səbəblərindən biri cəhalətdir. Nəyə cəhalət? Mən cəhalət dedikdə o Sovet dövründəki o publisistik cəhalətdən danışmıram ki, dindar cahildir, nə bilim, alverçi cahildir. Bundan danışmıram. Fəlsəfi mənada cəhalət. İnsanlar, yəni biz günahın bizim şəxsiyyətimizi necə deformasiyaya uğratdığını bilmirik.
günahın bizim ruhumuzu necə zəhərlədiyindən xəbərsizik. Bu cəhalət səbəb olur ki, Quran-ı Kərimdə Allah Teala belə adamlar üçün buyurur, sənə göstərim o adamı ki, o adamları ki, əməlləri batildir, amma elə bilirlər yaxşı iş görürlər. Ən çox ziyankarı sənə göstərim, o adamdır ki, əməlləri batildir, amma elə bilir ki, mən əla iş görürəm. Niyə elə bilir əla iş görürəm? Çünki etdiklərinin nəticəsində ruhunu elə bir vəziyyətə salıb ki, o qəflətdən çıxma qapılarını bağlayıb. Tanımır özünü, xəbərsizdir özündən və alimlər buyururlar, Allahın ən böyük cəzalarından biri budur. Ki, Allah buyurur, Nəsullahə fənsahum ənfusahum. Onlar ki, özlərini unutdular, dedim unutma, unutdular, dedim unutma, unutdular. Nəticədə mən onların özlərini unutdururam. Allahı unutduz, mən sizin özünüzü unutdurum. Öz şəxsiyyətindən xəbərsiz olur, öz ruhundan xəbərsiz olur. Ruhundan xəbərsiz olur, heç bilmir mən ruhumun başına nə oyun gətirirəm, nə fəlakət gətirirəm. Yəni, cəhənnəmi, günahı səbəbi qoy qırağa. Bu adam Allahın ona verdiyi bu əmanəti, bu pak-pakizə, istedad dolu, nimət dolu ruhu elə vəziyyətə qoyur ki, heyvani ləzzətlərlə fəxr edir. Sırf heyvani ləzzətlər. Yəni, o ləzzətlər ki, Allah halal edib, o heç. Sırf heyvani ləzzətlərlə iftixar edir, şərəf duyur ki, mən beləyəm. Mənəm ki, bu neylədim, o meydan da suluyur. Niyə? Çünki cəhalət yaranıb ruhunda. Yəni, bunlar lazım, məlzumdular. Əvvəlcə... Etmək olar mı? Hə, olar. İcazə verirsiniz. Sizin sözünüzün qüvvəti, ağa, insan dünyaya gəlir, sonra başlayır rəngləri görməyə, sonra görür. Etap Quranda da deyir, qulaq verdi, eşitmə qabiliyyəti, sonra görmə Heç nə bilmirdi, gəldi. O etap, ana bətnində hələ eşitmək qabiliyyəti olur insana. Sonra gəlir dünyaya, başlayır rəngləri seçməyə. Uşağı görürsən ki, qırmızı rəngi birinci daha çox, daha parlaqdır deyə, daha tez deyir gözünə. Rəng fars sözüdə hiylə deməkdir. Dünyanın rəngarəngliyi insanın ruhuna elə bir narkoz verir. Keydir insanın Bihuşdarı. Bəli, bihuşdarı. Və ona görə də insan günah etdikcə ruhun ağrısını hələ hiss eləmir. Düzdür, tezə bir günahı eləyəndə bir balaca vicdanı narahat olur, sonra onu da susturur. Dalvadar elədikcə onu da susturur. İnsanın ruhu hələ bil ki, narkoz vermirsən. Hasan ki, insan ölür, onun ruhu başlayır narkozdan ayrılmağa. Necə ki, əməliyyatdan çıxan adam narkozdan ayrılandan sonra başlayır ağrılar gəlməyə. Bir ömür ruhu ki, ağrıtmısan, o ağrıları başlayır gəlməyə. Və bu ömür insan üçün bir dənə bir imkandır yaranıb, nə qədər ruhun narkozdadır, bunu təmizləyə biləsən. Əgər bunu eləyə bilməsən, insan dünyasını dəyişəndən sonra onu hələ bir günə ki, narkozsuz başlayacaqlar əməliyyat eləməyə. Bu, cəhənnəm deyilən şey budur. Yəni, hələ bir cür ki, bunu təsvir eləyir. Bu ağrını necə təsvir eləyəsən? Hələ bir kəsirlər məni, yandırırlar. Ağrı indi də var, sadəcə insan duymur. Ağrı indi də var. İnsan onu duymur. Yəni, günahın bu cür nə ruha təsiri var. Çünki ağa deyir, bu söhbəti gözəl. Məsəl üçün, bizdən mənim sualım var ki, mən günah eləyirəm, ruhum niyə hiss eləmir bunu? Bunun səbəbi budur ki, insanın başı qarışıb dünyaya. O bilirsiniz də, məşhur bir misal çəkirlər. Bir nəfəri bir vəhşi heyvan girir, gəlir bir dənə quyuya pənah getirir, iplə düşür quyunun dibinə düşmək istəyəndə ki, görür quyunun dibində nə var? Bir dənə
Əjdaha deyirlər, deyir krokodil var da. Aşağıda da bir ölüm, yuxarıda da bir ölüm. Dayanıb o kəndirdə baxır, görür ki, 2 dənə sıçan var, ağ, qara sıçan, gəlirlər kəndiri yeyirlər. Bu gecə-gündüzdür, kəndir sənin ömründür, aşağıda qəbirdir, yuxarıda əcəldir. Hər tərəfdən sən bu təhlükələrlə əhatədəsən, amma bu vurhavurda görür ki, quyunun kənarında arı orada bal qoyub, başı qarşır o bala. Özü ki, o balı hər dəfə gedib götürəndə arı da sancır ha onu ya. Yəni dünya neməti rahatlıqla əldə olunmur. Bir şeyin üstündə ki, əziyyət çəkirsən, əziyyət çəkdiyin şey sənə şirin gəlir. Hələ başı qarışır o bala, görmür ki, bu sıçan yeyir bu kəndiri. Yuxarıda bir bəla, aşağıda bir bəla, dayandığın yerdə bir bəla, baş qarışır nəyə? Bala. Bu səhnəni təsəvvür eləyəndə o adama insanın yazığı gələr ki, ay bədbaxtsan, başını qarışdırmısan burada bala, ancaq ki, səni əhatə eləyib min dərdi bəla. Ona görə də insanın günah etməyi ona bənzəyir ki, başını qarışdırırsan o şeylərə, insan hansı günah eləyir? Oturub dəftər kitabla yazsan, 40 dənə günah taparsan da yazarsan. Çox tapmazsan, günah nə qədədir ki? Mübah işlər, halal işlər çoxdur. Günah azdır, oturub bir dənə spesokunu tutsan bunu, görəcəksən ki, günah hələ o qədər də dörür. Və ələn xüsusda, tutalım, misal çəkədə 40 dənə günah varsa, onun 20'si bizim yadımıza düşmür. Çox adam da belədir. Gəlirsən yerdə qalan 20'sinə, onun da 10 dənəsi, 20 dənədən 10 dənəsi haradasa heç eləməsən də olar, elə belə eləyirsən. Yerdə qalır 10 dənə. Tez-tez elədiyin. Onun da 5 dənəsindən keçə bilərsən. Çətinliklə də olsa keçə bilərsən. Amma yerdə qalır 5 dənə misalsın deyirəm, mən bu rəqəmləri belə. O yerdə qalır o 5 dənə günah ki, hansı ki, heç cür ondan əl çəkə bilmirsən. Onu sevirsən, o günahı sevirsən. Onların üstündə işləmək lazımdır. Günahı düzdür, kateqoriyaya bölmək olar. Haqqullah, haqqunnas. Yəni ki, bir var ki, ancaq özün özü eləyirsən günahı. Bir də var ictimai, haqqunnassdır, cəmaatın haqqına yersən. O ağır məsələdir, cəmaatın haqqına yermək. O cürünə fərq qoymaq olar günahda. Amma ümumiyyətlə hər bir günah Allaha bir isyandır əslində. Və soruşanda ki, bir insan üçün ki, ən böyük, ümumi demək olar ən böyük günah nədir? Bir insanın həyatını məhv eləmək, nə bilim, haqqunnas daha ağırdır. Amma insan öz-özünü islah eləmək üçün sual versə özünə ki, ən böyük günah nədir? Ən böyük günahın cavabı budur ki, ən böyük günah sənin ən çox sevdiyin günahdır. Və ondan əl çəkə bilmədiyin. İnsan sevdiyi günahlarla gərək vuruşsun. Elə belə elədiyi günahları yığışdırsın. Biraz çətinliklə, amma mümkün olan günahları yığışdırsın. Qalır 2-3 dənə heç cür başarmadığı günah. Onda Allaha yalvarsın ki, bunları tərk eləmişəm, heç olmasa bunların xatirinə mənə kömək ol, yenən ki, o biriləri də tərk eləyə bilim. Bütün bunlar üçün bir dənə məsələ var da. Heç olmasa sən bir dənə lotereya al, yenən ki, udmaq şansın olsun. Sən heç olmasa özün bir də həsabat elə yenən, mühasibət apar yenən özündə ki, sən hansı günahları ümumiyyətlə eləyirsən. Adamda var günahından qafil deyə, eləyir günahı elə qəşəng eləyirəm, düz eləyirəm. Amma əvvəl bilirdi səhv eləyib. O bəzi gizlilər var ki, o qədər gizlətmirsən, artıq özün də ona inanmırsan ki, hələ bu gizli özün də yadından çıxıb. Özün də özünə unutturmursan. Və o qədər bəzəmirsən bu günahı ki, elə bilirsən, elə düz eləyirsən. Və o qədər bəraət qazandırırsan günahı var. Bu bir tərəfli baxmaq olmaz da bu söhbətdə. Hərənin özünün məxsusu baxışı var. Amma sən öz məxsusu baxışıvı gərək tutuzdurasan bu yaradanın baxışı ilə ki, ola bilər sənin üçün normal bir şeydir, amma yaradan deyir sənə bunu eləmə. Adi bir içkini götürək məsəl üçün, bir adam onu deyir ki, içmə, içib özü apara bilmirsən. O deyir, yox, mən içəcəyəm, şən olacağım, yox. O birisi deyir ki, içmə, canıva zərərdir, xərəciyər və ziyandır.
Deyirək ki, siqaret ondan da ziyandır ki. Hərəsinə bir dənə məntiqli cavab verə bilir, amma içmə, Allah sevmir bunu. Bu ilə söhbət bağlanır. Bunu ilə məsələ qutarır. Lap mənə xeyir də olsa, əgər bunu Allah sevmirsə, mən xeyr ola bunu eləməliyəm. Lap mənim özümə ziyan da olsa, mənim istəyim onun istəyindən sonra olmalıdır. O nəyi istəyir, mən özümə elə tərbiyə eləməliyəm ki, mən onun istədiyini istəyim. Bu cürünə baxış olanda günahlarla biraz müharibə eləməyin bir taktikası var da. Mehrab nədir? Müharibə yeridir ki, insan namaz qılanda şeytana müharibə elan eləyir. Nədir o müharibə? Nə üçün orucluqda deyir o müharibə? Namazda. Çünki namazın vaxtı həm azdır, həm də o az vaxtda daha çox qadağalar var. Ancaq namazın hərəkətlərini eləyirsən, başqa hərəkət eləyə bilməzsən. Vaxtı da azdır. Orucluq belədir ki, sübh açılandan şam namazına icandır. Bu namazdasa təkbirətül ehram var ki, yəni mührim olursan, Allahu Ekber deyirsən, mührim oldun, artıq heç bir hərəkət eləyə bilməzsən. Ancaq namazın hərəkətləri. Hətta müstəhəbbat da üstə gəlsə ki, qiyam halında dayananda hansı vəziyyətdə möhrə baxmalısan, rüküyə gedəndə gözlərin hara baxmalıdır, təşəhhüddə hara baxmalısan, bütün bu incəliklərə qədər var. Yəni ki, bütün hər bir şeyimlə, hərəkətimlə, duruşumla, danışığımla sənin xidmətindəyəm, sənin ibadətindəyəm, sənə vaxt ayırıram, zaman ayırıram. Sonra bu nə qədər çəkər? 5 dəqiqə, 3 dəqiqə, 10 dəqiqə. Sonra bunun başlayırsan məşq eləyə vaxtını böyütməyə. Ki, şərh-i sadr deyərlər də, qəlbin böyüsün. Hamısı bir-biri ilə əlaqəli məsələlərdir. Ki, artıq sən iradəli olursan, artıq siz fikir verməmisiniz, namaz qılan adam var ki, bir axırıncı salamdan sonra hələ bir ki, zəncirdən buraxırlar ki, necə azaddır. Amma Allah Teala deyir ki, yox, hələ otur ginən, zikr elə ginən, dua elə ginən, sənin bu namazın məşq idi mənə danışığa. Ki, axırda sonunda mənə danışacaqsan, məndən nəsə istəyəcəksən. Yox, əks təqdirdə dua eləyəndə bir dənə diktofonu qoy ginən, qulaq as, səslə elə, yüksək səslə elə, teklikdə. Diktofonu qoy, qulaq as, öz duaları var. Allahdan nə istəyirsən? Sonradan özünün qulaq as, bir xiridar kimi, bir qiymət verginən ki, mən Allahdan nə istədim və necə istədim? Oturub adam bir şeir yazar, bir qəzəl yazar. Sonra da bir də özü bir oxuyar ki, bir oxucu kimi, bir xiridar kimi ki, mən nə yazmışam? Bir dənə qulaq as dualar var. Şablon dualardan getmir, əllərimizi, naumid sinələrimizə qaytarma falan, bunu eşitmişik, beynimizdə qalıb, yox. Sən içərvə bax, içərdən bədahətən sən Allahdan həqiqətən içində nə var, nə istəyirsən, onu üzə çıxar, bir dənə yaz, sonra qulaq as və özünün nə boyda olduğunu biləcəksən. Deyirsən, mən çox danışdım. Çox üzr istəyirəm. Mən müdaxilə etdim, amma müdaxilə əsasdan şey oldu. Bəli. Hacı, söz sizdədir, amma imkan olsa bu hədisə də bir aydınlıq gətirərsin inşallah sözünüzün sonunda ki, əziz Peyğəmbərimizdən də səhv etməsəm, buyurub ki, mömin günahları boynuna yüklənmiş bir dağ kimi hesab edər, amma kafir, fasiq isə elə sanki milçəkdir də qonub burnun ucuna, əli ilə qovacaq, gedəcək. Yəni, bu nə qədər önəmli bir məsələdir, təsir edir insan həyatına, həqiqətən də bunu yüngül saymaq, günahı yüngül saymaq, önəmsiz saymaq. Buna da toxunarsınız inşallah. Təşəkkür edirəm. Mövzu həqiqətən yaxşı mövzudur. Və mövzunu elə Seyid özü açmışdı mövzunu əvvəldən, dedi bu mövzu. Mövzunun ətrafında bir-iki də nəticə almışıq. Qısa olaraq, konkret olaraq Seyidimiz buyurdu ki, insan niyə günaha davamlı şəkildə eləyir? Cəhalət anlayışına toxundu. Cəhalət, yəni mən bilmirəm də, həqiqətən bu mənim həyatımda nələr alır, nə qədər mənim dünya həyatımda əngəldir və yaxud axirətimə, mənəviyyətimə nə qədər zərbə vurur və ziyan verir. Axund təxminən bir başqa tərəfinə toxundu ki, başı qarışır da, məsələn, bal misalını çəkdi. İnsan bir növ qafil olur da, qəflətin də iki başı var da, neysə başım qarışır, mühüm məsələdən yayınıram da, yəni əlimdə telefon oynayıram, maşını vurdum bir yerə, nə bilim, mühüm işdən adamı yayındırır, qəflətin xüsusiyyəti. Bu da bir də ortada Seyidimiz
cəhl-i mürəkkəbə toxundu da. Yəni adam yəhsəbuna ennəhum yuhsinuna sun'an ayəsinə toxundu ki, onlar elə bilirlər pis iş görürlər, amma elə bilirlər yaxşı iş görürlər. Yəhsəbuhu zəmanu ma'an. Uzaqdan baxır elə bir sudur, gəlir gör ki, sudur elə. Sən demə ilğımdır, elə sən elə başa düşmüsən sudur. Bu üç dənə insanın davamlı şəkildə günah eləməsinin amilləri. Mən də bir neçəsinə istəyirəm toxunum, vaxt, zaman kəsimində də nə qədər mənə vaxt ayrılıbsa o. Baxın, biri də insanın günah eləməsinin səbəblərindən biri başqalarının etdiklərini görmək və bu səbəb olur bəzən insanın öz etdikləri gözündə kiçilməyə başlayır. Baxır filan kəs neynədi, o neynədi, bu neynədi. Əmirül-Möminin belə bir sözü var, deyir, Tuba limən şəğələhu eybuhu ən uyubin nas. Xoş olsun o kəslərin halına ki, başı da özünə də qarışıb, özünə də vaxt ayırıb. Aleykum ənfusəkum. Sizi tapşırıram. Allah Teala Quranda deyir. Böyük alimlər, buyurur, ariflər deyir, özünüzü mütaliə edin, özünüzü oxuyun. Baxın, görün vəziyyət nə yerdədir, hansı həddə söz. Hasibə ənfusəkum da budur. Demir, əməllərinizi hesab edin, özünüzü hesab edin. Özünlə əməlin fərqi var. Adam əmələ baxanda 4-5 dənə görür. Amma özünü hesab edəndə görsən ki, bu özü heç nə qədər... Bütün kanallara baxırsan. Bir dənə də belə bir izah vermək olar ki, bu əməllər mənim özümə nə qədər təsir edib ki, nə qədər rüşdümə, kəmalıma faydası olub ki, mən bu 5 dənə əməl eləmişəm, bu 5 dənə əməl mənim ilahi hədəfimə çatdırmaqda bir addım getmişəmmi? Hasibə ənfusəkumda görürsən bəzi vaxtlar ki, yox, elə bu əməlləri eləmişəm, ortada bir şey yoxdur. Bu da adama nə verir? Qoymur ki, adamda bir ücub yaransın. Ücub da yəni bir dini terminoloji mənası, yəni insanın özünü görməsi, özündə dayanması, özünə baxması. Və bəzən də insan başqalarının günahına başı qarışır. Mən hədis deyirəm sizə, buyur, Yəbnə Adəm, hədisi qüdsi hədisdir. Deyir ki, la yəğurrənnəkə zəmbun nas ən zəmbik. Başqalarının günahlarına başın qarışar, öz günahı görməməzlikdən gələrsən. Çünki adam başqalarının böyük günahlarını görəndə deyir, məndə nə var ki, hələ tək mənim günahım bir olsun. Mənə min şükür. Görünən budur ki, burada bir mesaj da ala bilər. Ya, o günahın reklamının vurduğu zərbələr budur. Bugün sosial şəbəkələrdə bəzi pisliklər təbliğ olunur. Görürsünüz də, yəni vəziyyəti, durumu. Adam da qıraqdan baxanda deyir ki, mənə nə olub? Ona baxanda, məsələn, başlayır özünə bu mənadır. Düzdür, insan Allahın lütflərinə görə şükür eləməlidir, Allaha həmd eləməlidir, səna eləməlidir. Mən o pisliklərdən uzaq saxlayıb. Amma biz orada ilişib qalmamalıyıq da. Biz özümüzü, belə deyək də, axı biz gəlmişik, hədəfimiz kamil insan olmaqdır. Biz gəlmişik, məsələn, liqaullahdır da bəşərin hədəfi, Allaha qovuşmaqdır və Allaha yetişmək, çatmaq bu mənada da. Axı biz bu qədər ömrümüzü sürdüyü, haralara çatmışıq, bu özü bir dənə adamı düşündürməlidir. Bu bir səbəb ki, niyə insan günahı davamlı edir öz günahını? Çünki başqalarının günahına baxır, öz günahına neynəmir, diqqət eləmir. Və onu görsə də belə çox, biraz diqqətdən keçdim, o gözündə xırdalaşır, kiçilir. Ən böyük günahlardan da biri bəzən o xırda günahlardır. Burada onda yazmışdım, buyurur ki, İnnə iblis radiyə minkum bil muhaqqarat. İblis razıdır xırda bir səhv eləyəsən. Bəzi çünki böyük bataqlıqlar xırda addımlardan başlayır. Xırda adam oturanda indiki bugünkü vəziyyətini təhlil eləyəndə, o düşdüyü o böhranı, bataqlığı bir daha keçmişə gedənə deyir, ay Allah, bir dənə o addımım məni bu günlərə qoydu, o addımım. Özü bu məsələlərdə ölçü şərtdir. Yəni, necə ki, Peyğəmbərimiz deyir ki, dünyəvi işlərdə həmişə özünü aşağı səviyyəli yaşayışı olan adamlarla müqayisə elə, dünyəvi işlərdə. Amma uxravi işlərdə, mənəvi işlərdə həmişə yuxarılara bax ki, özündən üstün adamlarla özü müqayisə elə. Bu böyük şərtdir bu məsələlərdə. Görürsən, cəmaat 1000 cür oyundan çıxır, mən bunu eləsəm nə olar? Bu cəmaat deyəndə sən kimi nəzərdə tutursun? Cəmaat 1000 cür oyundan çıxır, keyflə yaşayır. Bu sözü deyən adam var, cəmaat 1000 cür oyundan çıxır, amma keyflə yaşayır. Adama sual verir, sən nə bilirsən o keyflə yaşayır? Mənim gözümü çıxartırsan ki, o dünyadan gələn var, xəbər getirsin. Bu məntiqlə sən iddialısan, amma özün deyirsən ki, filan kəslər keyf eləyir. Filan kəs sən bilirsən o keyf eləyir, onun dərdini bilirsən sən.
Sən bilmirsən axı. Zahirdə ola bilər görərsən ki, bu keyf eləyib. Davam xoş elə bu. Bu çox yaxşı. Və insan, bəli, bu mənada ki, bir xırda baxanda o etdiyinə muhaqqarat. Lap tutaq ki, xırdadır. Amma nəzərə alaq ki, hədislərdə var, turqun iləl kəbair. O xırdalar böyüklərə gedən, böyük problemlərə yol açır bəzi vaxtlar. Səbildir də, insanı aparır, həmən o bataqlıqlara çatdırır. Bu cürlə də baxa bilərik məsələlərə. O insanlar ki, mən ləm yəxfi fil qalil, xırda günahlarda qorxusu yoxdur. Bunun məntiqi nəticəsi budur ki, böyük günahları da qorxmayacaq. Çünki hər şey hələ o xırdalardan biraz öncə deyildiyi kimi başlayır. Müğayət olmaq lazımdır. Bu bir məsələ. O ki, qaldı sizin, mən yazdıqlarımı veriliş əsasında deyəcəm. O ki, qaldı sizin deyəcəyiniz məsələyə ki, bəzi insanlar üçün günah çox ağır görsənir. Məsələn, bizim alimlərimizdən biri maraqlı bir deyimi vardı, dərs deyirdi. Dərsdə bir günahın adını çəkdi. Çəkəndən sonra dedi ki, mən daha bir də o günahın adını çəkməyəcəm dərs boyunca. Deyəcəm, filan günah, bilərsiniz də o günahdır. Tələbədə də olmadı da, günahdır da, mövzudan danışsa, adını çəkdə. Burada nə var ki? Dedi ki, ona görə deyiləm də, hər o günahın adını çəkdikcə vücudum titriyir də, vəcdə gəlirəm, narahat oluram. O narahatçılığıma görə deyirəm, danışmayayım. İndi adam var, onun üçün bax, elə bir haldadır ki, elə bir durumdadır ki, günah onun o qədər narahat edir. Hətta adı, hətta kəlməsi, başa düşürsünüz, nəinki o günahın bulaşmaq, o günaha düşmək, o bataqlığa düşməkdən söhbət getmir. O özü. Əksinə də ola bilər. Əl-haqqu burrun. Hədislərdə var, haqq acıdır. Kimlərə? Yolun əvvəlində olanlara. Yolun axırında olanlara haqq şirindir. Hədislərdə imanın şirinliyi anlayışı var. Həlavətul iman. Acı ola bilməz ki. Şirindir. Kimə şirindir, kimə acıdır, niyə belə olur? Əgər insan ruhən, mənən böyüyə bilsə, bir növ o ruhunda bir irəliləyiş olsa, Allah Teala Quranda həbbəbə ileykuməl imanə, Allah imanı sevdirdi sizə, zəyyənəhu fi qulubikum, zinətləndirdi qəlbinizdə və kərrəhə, günaha da neynədi? Nifrət qoydu qəlbinizdə. Həmən ayənin davamında bu ulaikə humur raşidun. Raşid insanların xüsusiyyəti belədir, sanki mesaj budur. Yəni, rüşd nəyə deyirlər? Rüşd yəni insanın daxilən böyüməsi. İnsan ki, daxilən böyüməyə başladı, ibadətə məhəbbəti var, günaha nifrəti var. Hətta günahın söhbəti onu narahat edir. Günahın söhbəti. Amma da bir insan ki, da get-gedə bulaşıb, düşüb, indi nəinki bulaşıb və düşüb, yəsuddunən səbilillahdır, qoymur insanlar haqq yolu getsin, yəbğunə ivacəndir, haqq yolu əyirir və insanları pisliyə dəvət edir, yəmurunə bil münkərdir, artıq pisliyə. Bunun üçün əlbəttə günah o dediyim misaldadır. Elə bil ki, burnunun üstünə necə, milçək oturdu, sadə burada nə var ki? Baxır, insanın ruhu halətindən asılıdır. Ruhi halət burada çox mühüm faktordur ki, mənim halım, mənəvi durumum necədirsə, günaha nisbətdə əslində o da bir yaxşı bir testdir ki, insan eləsin görüm ki, mənim ruhumun halı nədir ümumiyyətlə günahlara nisbət. Nifrət var, yoxsa düzdə eləmirəm, gözüm onda qalıb. Bəzən insan günahı eləmir, amma gözü günahda qalıb. Buna tövsiyə budur ki, alimlər buyurur ki, gözün o günahda qalıbsa, o günahı eləmirsənsə, çalış o günahı eləyənlərlə dostluq eləmə. Çünki o günaha səndə axı ürəkdə bir məhəbbət var, sevgi var, eşq var, o çəkib aparacaq səni. Çünki sən nifrət eləmirsən axı, bu qorxulu bir haldır. O sizin hədisdə sual verdiniz, yəni mən qısa olaraq toxunmaq istədim. İndi mən yazdıqlarım biraz var, əlavələr, amma yenə də toxunaram da danışıq əsasında. Bəli, davam edin Hüseyin. Mən də Allah razı olsun. Sizin dediklərinizdən bəzi nöqtələr qeyd elədim burada. Birincisi budur ki, insanın psixologiyasını Allah belə yaradıb. İnsan hansı işi təkrar edirsə, həm özgüvəni artır o işdə, həm peşəkarlaşır, həm də yavaş-yavaş məzəmmət edənlərin məzəmmətini qulaq ardına vurur. Cəsarətlənir, cürət. Məsələn, bir nəfər istəyir bir xeyriyyə işi görsün. Evdəkilər deyir ki, öz uşaqlarımız var, niyə sən başqa yerə xərcləyirsən? Qovma əqrəba deyir ki, nə ehtiyac vardır? Onsuz da bunlar sənə sağ ol deyən deyirlər, niyə xərcləyirsən? Belə-belə manisli törətmək istəyirlər. Bu biraz narahat olur, filan olur. Gedib o işi eləyir. Birinci dəfə eləyəndən sonra ikinci dəfə bu etirazlar əsərini əvvəl kimi qoymur. Daha asan eləyir.
Üçüncü dəfə ümumiyyətlə elə bir şərait yaradır ki, etiraz gəlməsin. Dördüncüdə artıq imic yaradır. Cəmaət eləyir ki, buna demək düzgün deyil. Bu belədir. Bu belə adamdır. Bu yaxşılığını eləyəcək. Eynən pislik də elədir. Pislik də elədir. Problem budur. Günahın təkrarının insanda yaratdığı o günahkarlıq özgüvəni dəhşətli bir vəziyyət alır. Görürsən, başqalarının ahva etdiyi, heyfsləndiyi, təəssüfləndiyi, heyrətə gəldiyi bir işi su içmək kimi yerinə yetirir. Baxırsan ki, mən bir dənə pişik avtomobilimin qabağına çıxanda onu təsadüfən vuranda ürəyim ağrıyır. Bu dünyanı qana çalxıyır, heç narahat deyil. Yəni, niyə görə bu yaranıb? O qədər təkrar edib, əvvəllər hamı başa düşür. Ustadlar dedilər, hamı bilir ki, mən düz eləmirəm. Yəni, Allahın ilk hidayətinə ləbbeyk deyən də, deməyən də bilir məsələ nədir. Ağ-ağdır, qara-qaradır. Amma o ləbbeyk deməyən, şeytana üst tutan, təkrar elədikcə həm peşəkar, günahkar olur. Yəni, naşı bir günahkarın bəlkə də saatlarla peşman olacağı bir işi rahat, hətta günahı etmək metodu da elə olur ki, necə ki, və nüyəssirihu lil yusradır, bəziləri üçün yaxşılıq eləmək su içmək kimidir, bəziləri üçün də pislik eləmək su içmək kimidir. Sən nüyəssirihu lil usra da var. Hətta diqqət edin. Pisi rahat edir. Bəli, bəzi insanlar var, mən çox təəccüblənirəm, həm öz təcrübəmdə baxıram, həm insanların həyatına baxıram. Bəzi insanlar deyirsən, savab iş gör, deyir, neyniyim? Bilmir. Çünki peşəkar deyil savab işdə. Zəhmət çəkməyib, Allah da yolunu açmayıb. Bəzi insanlar var, günah iş gör. Deyir, Allahın olsun, bu günahı mən necə eləyim? Kim hansı sahədə çox təkrar edirsə, bu təkrar özü bir mövzudur. Allahın nəhəng nemətidir bu. Düzgün istifadə olunsa, nəhəng niqmətidir, düzgün olmayan şəkildə istifadə olunsa. Hansı sahədə peşəkar olmaq təkrar. Və fikir verin, alimlər buyururlar, Təkrar biliyin anası. biz məsələn namaz qılırıq, düzdür? Olmazdımı ki, Allah Teala buyursun, sübh namazında Fatihə surəsini oxuyun. Günorta namazında, məsələn, Fəcr surəsini oxuyun. Axşam namazında Ləyl surəsini oxuyun. Niyə təkrar Fatihə surəsini oxudurur? Allah Teala bizi, Hacı Ramil deyən kimi, o rüşd, o buluq həddinə çatdırmaq üçün təkrarın cansıxıcılığına qalib gəlməyə sövq edir. Ki, bu cansıxıcılığa qalib gəl. Əskəri xidmətdə olanlara nə öyrədirlər? Nə qədər qışqırırsan, qışqır. Gəz orada, haçan göstəriş gələr, gedərsən. Ged orada keşikdə dur, gəl burada. Hamısı cansıxıcılığa dözməkdir. Allah Teala da deyir ki, cansıxıcılığa dözən adam uğur qazanmağa başlayır. Bəzən biz bəzi mucizelərə qulaq asırıq. Əstirmək durur ki, danışır. Amma adam da var, oradan götürür, qeydiyyat aparır. Bu bir, bu iki, bunlar mənim həyatıma lazım olan şeylərdir. İnsanlar təkrara qalib gəlsələr, təkrarın cansıxıcılığına uğur başlayacaq müsbət tərəfdən. Bu biri tərəfdən də həmin təkrar nemətindən mənfi tərəfdə istifadə olunsa, artıq, diqqət edin, xahiş edirəm bu sözümə, artıq bu adam günahda ideolog olacaq. Günah istehsal edir artıq. Günah törədir. Mən insan tanıyıram ki, görürsən ki, əyri gedir. Ağzını açıb müftədanı deyəndə deyir, danışma. O qədər peşəkardır ki, şeytanın o qədər peşəkar vəkilidir, nəsihətin n hərfini qoymur deməyə. Bağlayır bütün qapıları. Savabda necə ki, bir, məsələn, övliyanı tikə-tikə doğrayasan, deyirlər, Zəkəriyyə əleyhissalamı Allah demişdi, sus, müşarradılar, ərrələdilər, səsi çıxmadı. Bu biri tərəfdə də belədir. Bu bir tərəfdə də belədir. Bu bir məsələ, günahın özgüvəni. Bu çox pis şeydir, ha. Biri var ki, bir nəfər günah eləyir, deyir, əstəğfirullah, xəcalət çəkir, utanır, belə
Cəmaatın gözündən qaçır. Adam var ki, günah eləməyəndə özünü naqis bilir ki, bu gün eləməmişəm, elə bil ki, bu gün nəsə itirmişəm, xeyir ola, nəsə itib. İkinci məsələ ki, toxunmaq istəyirdim. Günahkarlar, o cümlədən mən və mənim kimilər, özümüzdən idrak qondarmışıq, saxta maarif düzəltmişik. Nədir o? Deyirik, xoşbəxtlik iki növdür. Dünyəvi xoşbəxtlik, uxrəvi xoşbəxtlik. Yəni, maddi xoşbəxtlik, mənəvi xoşbəxtlik. Yalandır. Yalandır bu. Niyə? Ona görə ki, mən, qardaş, mənəmi, bu dünyada da mənəm, ahirətdə də mən olacam. Hər ora nisiyədir. Nisiyədir, ora başqasını göndərməyəcəksən ki, cəhənnəmə. Səni, məni özümüz gedəcəyik də ora, düzdür ya yox. Özümüzdən səadət qondarmışıq. Dünyəvi səadət istəyirsənsə budur, uxrəvi səadət belə şey yoxdur. Bu mənim davamımdır. Mən əbədi olaraq mənəm. Əməlləzinə suidu fəfil cənnə. Burada səid olanlar səadətin davamıdır. Bu mənəm. Biz, baxın, məsələn, mən özümü götürürüm, tutalım, 50 yaşım var. Bu 50 ilin əvvəlində mənə desəydilər ki, bu günahları eləmə, deyirdim ki, hələ sonrası yenə mənəm. 20 yaşında da mənəm, 30 yaşında da mənəm, 40-da da, 50-də də. Əgər Allah ömrü versə, sonra yenə mən olacam və ölümdən sonra da mən olacam. Yəni biz, məsələn, mələklərin bizi soru-sual eləməsi, qəbr əzabı, bərzəx, sirat, cənnət, cəhənnəmdə oturub nağıl quraşdırırıq zehnimizdə özümüz üçün. Şeytan da çox bol-bol kömək edir axı bizə. Orada gedəcək, Allah bağışlaması, yandıracaqlar bizi, bizi yandıracaqlar. Bir obraz yaradıram zehnimdə, onu yandırıram orada. Elə deyil ki, bu mənim yanmağım olacaq, mənim diskomfortum olacaq, mənim rahatlığımın olmaması olacaq. Yəni Allah ona qulaq asmayan insanı, belə deyim də, biraz təfərrüata varım ki, kimsə irad tuta bilməsin. Ya xoşbəxt olmağa qoymayacaq dünyada da, ya da ona verdiyi müvəqqəti xoşbəxtliyi burnundan elə tökəcək ki, deyəcək, kaş ləm ətəxid filanən xəlil. Kaş filan kəslə oturub durmayaydım. Kaş mən bunu etməyəydim. Elə peşman olur. Hətta bilirsiniz də, bəzi hədislər var. Biz oxuyuruq, özümüz də onu xüsusi bir təhlilə çeviririk, danışırıq, başqaları təhlilə çevirir. Qeyri-həqiqi. Məsələn, deyir ki, dünyada duası qəbul olunmayanlara Allah elə şeylər verəcək ki, o arzulayacaq, kaş dünyada heç bir duam qəbul olunmayaydı. Avtomatik zehnimizdən bu keçir. Mən neyin dirəmə burada versinlər. Axı elə deyil. Biz görürük ki, məsələn, iki təklif olunur. Biri 15 dəqiqə sonra, biri 15 il sonra. 15 dəqiqə sonra 10 manatlıq təklifdir, 15 il sonra milyard manatlıq. Aqil adam, müdrik adam hansını götürər? Əgər bunlar toqquşursa bir-biri ilə. Bu ikinci məsələ. Üçüncüyə toxunum, sonra saxlayacağım siz davamında başqa mövzular. Günahı günah statusundan çıxartmaq. Düzdür, cəhalət yaradır günahın təkrarı. Bəli. Amma biz ehtiyatlı olmalıyıq. Günahı günah statusundan çıxarıb ona hətta savab, bayaq verilişdən qabaq Axund qəşəng bir mövzuya toxundu, deyir ki, bir məclis idi, Ramazan ayında günorta vaxtı ehsan verirdilər. Paradoksa baxın, Ramazan ayında yemək haramdır, bu öz ölüsünə savab olsun deyə yemək verir. Adını ehsan qoyur da, adını ehsan qoyur. Haramın statusunu dəyişdi, elədi ehsan. Yəni, cəhənnəm əzabı vəd olunmuş bir əməli müstəhəb kimi təqdim edir. Və bizim öz ruhumuzda da danışdığımız yalanlarda bu var. Bugün görürük, məsələn, sosial şəbəkələrdə çox sistem ifadəmə görə əxlaqsızın biridir. Özündən elə danışırsan ki, bir məsumdan danışır. Yəni, mən bunu belə... Baxırsan ki... Övliya elə iddia eləmir. Bu pis örnək olur. Bayaq siz deyən məsələ, pis örnək olur cəmiyyətə, və bunlar deyilmədikcə, o yeni nəsil baxır, deyir ki, deməli, belə dindarlıq olur da, yəni ki, həm
yəni, məsələn, çox alçaq işlərdə məşğulsan, həm də dindarsan. Məsələn, içə-içə deyirəm ki, Allah axırımızı yaxşı eləsin. Dua ilə içkinin, yəni, sintezi, bu paralel necə baş verir bu? İnsan necə bir xəllaqiyyətə malikdir ki, günah eləyə-eləyə günahı savab kimi təqdim edir. Bu çox təhlükəlidir. Üzr istəyirəm, bu içə-içə, məsəl üçün, yenə də Allah ətəyindən yapışmaq da var axı. Bu da var ki, məsəl üçün, Allah axırımızı xeyir olsun. İçirəm, günah eləyirəm, amma Allah axırımızı xeyir eləsin. Bu bir başqa şeydir. Bir də var ki, içirəm, içib ki, mən eləyirəm, mən elə düz eləyirəm. Əslində elə, bu elə bizi üçün yaranıb da, bəs filan. Bu ağırdır. Kimə nə edirəm ki? Adam var, günah eləyir, ən azından bilir, o bilirsiniz də, bir nəfər xaricdən gəlmişdi, bunu şəhəri gəzdirirlər, gəlir o azad qadının heykəlinin yanında deyirlər ki, bu da bizim çarşab atanlarımızdır da ki, hicaba əks çıxan qadınlardan, daloy çadıra filan. Baxır o heykələ, deyir ki, şükür Allaha. Deyir o ki, nə şükür Allaha. Deyir, tam atmayıb, çarşabın bir ucu əlindədir. Orada heykəldə elədir, bir ucu deyir əlindədir. Zamanı dəyişən kimi keçirdəcək başına. Eybi yox. Yəni, tam kəsmək olmaz da Allahla əlaqəni. İnsan günah elədikcə, günahına bəraət qazandırdıqca yavaş-yavaş gəlir, o yerə gəlir, çıxır. Axır etdiyi günah yoxsa, hətta savab bilir. Bayaq Hacı qəşəng yerə toxundu ki, o böyük günahlar, o xırda elə şeydən başlayır ki, özün hiss eləmirsən. Kərbəla kimi faciədə xanım Zeynəb salam əleyha bütün bu faciənin nöqtəsini qoyan Səqifə hadisəsinə, Yevmül İsneynə, Səqifə hadisəsinə neyniyir? İşarə vurur ki, bu həmən şeyin nəticəsidir. Və yaxud Allah Teala Quranda neçə yerdə olur ki, bir mövzudan danışır. Məsəl üçün, biraz ruzu verərəm, deyər ki, Allah mənə əziz deyir. Biraz azaldaram, deyir ki, Allah mənə ihanət elədi. Elə deyil. Yoxsa elə deyil, necədir? Allah kimi bir varlıq, deyir, elə deyil. Necədir? Onlar yetmək, çörək verən deyirlər. Nə aidiyyəti var bu mövzunun bu mövzuya? Zahirdə baxırsan, aidiyyəti yoxdur. Amma birbaşa kökündən vurur ki, mən sənə çox da versəm, az da versəm, sənə bu verməyimdən məqsəd odur ki, sən də bölüşəsən. Çoxdan çox verəsən, azdan az verəsən. Məqsəd budur. Sən elə fikirləşmə ki, mən sənə çox istəyirəm deyə sənə çox verdim. Ondan zəhləm yeriyi, ona az verdim. Məsələlərə baxış şərtdir. Səni savab məcrası eləmək istəyirəm, sən başa düşürsən. Sən isə yığırsan altıva özün üçün. Arzuların qurtarmır da. Əvvəl remont eləmək istəyirdin. İndi ikinci mərtəbə istəyirəm. Verirəm, indi istəyirəm tamam başqa yerdə. Yavaş-yavaş mən verdikcə sən də arzuların qurtarmır. Varın dərdi çox olaraq, yoxun bir dənə dərdi var, yoxdur. Varı verdikcə sən artırırsan arzularını. Ömür qurtarır, arzu qurtarır. Bəli, arzu qurtarmır və nəticədə də özün də nakam qalırsan. Səni aparır o yerə çıxartır ki, xoşbəxtçilik də çıxıb əlindən, yəni də arzuların ürəyində qalıb və əldə etdiklərinin hamısında günahla eləmsən. Burada hansı səadətdən söhbət gedə bilər? Əslində dünya səadəti də, axirət səadəti də eynidir, eyni şeydir. Vaxtında qırmamısan deyə öləndə o dəhşətli həsrət. Bəli. Ürək qalıb burada, ruh gedir ora. Hacı, o üzr istəyirəm, bu davamlı şəkildə günah edənlər var. Bunların həyatından nə kimi pis təsirləri var bunun? Təbii ki, indi bir neçəsinə toxundunuz. Daha biraz ətraflı, geniş buna toxuna bilərik. Toxunaq əlbəttə. Ziyanlarından biri insanın etiqadının, əqidəsinin get-gedə dəyişilməsidir. İnsan görsən, dönəm bir etiqadı var idi, bir əqidəsi var idi, bir baxışı var idi. İndi bu dəyişilib, ondan özünə 180 dərəcə. Ya qatilə çevrilir, ya da Allah inkar edir. Hətta istəsə də daha əvvəlki düşünə bilmir. Bu özü maraqlı bir nöqtədir. Əslində, mənə bu çox düşündürür bu mövzuda. Yəni, necə idrakın əmələ təsiri var. Məsələn, psixologiyada deyirlər ki, düşüncə, duyğu, davranış da 3D.
Bunlar düşüncə, duyğu var. Duyğu da davranışa təsirini göstərir də, burdan gəlir. Amma məsələn bir dənə bu üzü də var da. Davranış, duyğu, düşüncə. Əməl də bəzi vaxtlar insan idrakın dəyişir. Əks təsir edir buna. Etiqadın dəyişir, əqidəsin dəyişir, baxış bucaq dəyişilir. Başa düşürsüz? O cürə düşünmürsən. Məsələn, bir dənə Quranda bir ayə deyim, "Summa kana aqibatul lezina asa'u an kazzabu bi ayatillah." O deyir, o aqibəti bunların necə oldu? O ki, davamlı əsəusu. Elə pisi, elə etdi. Nə oldu? Ən kəzzəb bi ayatillah. Allahın ayəsini yedilər. İnkarçılığa yəni. Dandılar və bundan da pis. Və kanu biha yestehziun. İndi ələ salır. Keçdilər hücuma. Təsəvvür et. Dünən necə məsələn namaz qılırdı. Misal, biraz belə misal. İndi namazı saxlayıb, namazı ələ salır, namaz qılan ələ salır. Yəni. Hara tənəzzül. Özü fərqində deyil. Təqdimat eləyir ki, mən düzəldim, mən cahil idim qabağa. Bu bir dənə böyük bir dənə mövzudur İslamda ümumiyyətlə. Gərək bunu oturaq bir dənə ayrıca bir dənə mövzu. Necə olar insan etiqadı dəyişildi, əqidəsi dəyişildi. Pisə nisbətdə. Məsələn onlardan mövzum o deyil amma qısa deyirəm. Biri də məsələn yeməkdir, qidadır. Molla Sədra deyir ki, insanın yeməyi xuluquna və əqidəsinə çevrilir. Yəni. Cövhər hərəkətinə. Yemək deyə belə baxırsan, İmam Hüseyin əleyhissalam demir kofəllərə. İmam Hüseyin. Yediyiz Mulliyət butunukum bil haram. Haram yediz deyə belə. Bir sözüm, tək dini söz deyil ha, hacı. Baxın, bugün vegetarianlar var. Bəli. Niyə canlı ət yemirlər? Deyirlər, vəhşilik yaradır da insanda, düzdür? Deməli, yeməyin təsiri var da. Qidanın təsiri var. Qidanın sözsüz ki, insan həyatında, etiqadında, düşüncədə. Yəni, bu mövzunun bir tərəfi, sual verdiniz ki, nə təsirləri var? Bir tərəfi məsələn budur. İkinci, daha ciddi tərəfi, insanı günahlar Allah övliyası ilə də üzbəüz qoyar. Hətta Allah övliyasının qatili də eləyər. Hətta bu qədər. Ora gəlir çıxır da məsələn. Yəni, adam oturub düşünürsə ki, bu mövzunun ki, yəni İmam Zaman əleyhissalamın təzəvvüz zühurunda, mən bəzi hədislər oxuyurdum. Bir kere desən sizdən bölüşmüşəm, tələbəçilik illərimdə başa düşə bilmirdim də, yəni demirəm, indi hər şeyi başa düşmüşəm. Adı belə şey olar, yəni necə olur, demir, etiraz eləmirdim ha. İndi doğrudan get-gedə insan baxır, görür, dünyanın gedişatına baxırsan, deyirsən, mümkün deyə, nə mümkün deyil ki? İndi ayə deyim sizə, zuribətə aleyhimuz zillə vəl-məskənə. Bir qövmdən danışır, deyir, zəlil oldular və miskinlik onlara üst tutdu. Sonra deyir, ba'u bi qəzəbi minəllah. Allahın qəzəbinə çünki tuş gəldilər. Yəni, zillət nəticə idi, səbəb nə idi? Qəzəb idi. Çünki Allahın qəzəbinə tuş gəldilər, zəlil oldular. Özü bir dənə qəzəb mövzusu dini, Quranda bir dənə mövzulardan biridir. Qəzəbdən Allah söhbət açıb. Qəzəbdən, məsələn, buyurur ki, qəzəbin piki də məqtdir. Kəbura məqtən. Necə məsələn deyirlər, belə bir axund söz var, deyir, sevgi deyir, həddi buluğa çatanda eşq olur. Necə sevgi piki eşqidir, qəzəbin də pikinin adına Allah məqt qoyub, qəzəb deyir. Allah deyir, mən çox qəzəbləndim bu işə, çox narahat oldum. Bəzi vaxtlar Allahın qəzəbinin nəticəsi zillətdir. Amma ayənin davamına baxın, deyir, zalik, yaxşı, niyə Allahın qəzəbinə tuş gəldilər? Deyir, zalik bi ennəhum kənu yakfuruna bi ayatillah. Onlar Allahın ayələrini dandılar və yaqtulunən nəbiyyin. Nəbi, özü əliflam artikılı nəbiyyin cəm indi Peyğəmbərləri öldürdü. Peyğəmbərləri öldürdülər. Bir qeyrilə haqq, haqsız yerə, indi güya haqlı yerə olmaz, bunun da öz izahı var, qalsın. Niyə? Zəlikə bimə əsəv. Çünki üsyan elədilər, günah elədilər. Günah elədilər, yo, bundan da ötə bilən. Əlləmə gəl bu nöqtədə yəni. Və kənu yətədun, biraz həddən aşdılar. Günahda həddi aşmaq nədir? Buyururlar, günahda həddi aşmağın amillərindən biri budur ki, insan hey davamlı günah edir. O kanu, odur da orada. O kənu yətədun. O ki, adam davamlı Seydağa bu mövzunu açdı. Niyə davamlı günah? Mən istəyirəm deyim ki, baxın, davamlı günahın sonluğu insanı peyğəmbərlər qatil edir. Belə olmadı birdən-birə peyğəmbər qatil oldular. Yəni, bu həddə qədər gətirib çatdırır. Həmişə bunu deyirəm ki, bu hədis ki var, kullu məvludin yulədi ala fitrəti təvhid. Hər doğulan tövhid ruhunda, doğulu tövhid üzərində köklənir. Deyirəm ki, Fir'on da tövhid üzərində köklənmişdi. Yezid də, İbn-i Mülcəm də, Əbu Cəhl də, Əbu Cəhl körpü olanda, Əbu Ləb körpü olanda demirdilər ki, bu Əbu Ləbdir, təbbət ya da
Deyirlər, balamdır. Bax, nə qəşəng baladır. Nə qəşəng bu cəhənnəm. Yəni, Qoşuldu sona balalarına. sonra xarab. Yəni, insanın şəxsiyyətinin deformasiyası burada özünü göstərir. Və burada bir məsələ də var, Hacı. Böyük alimlərdən, müfəssirlərdən biri buna toxunur. Deyir ki, günah bəzən insanın şəxsiyyətinin təşkil edən bir hissəsi olur. Artıq olmasa olmazdır. Qul kullun ya'mal ala şakirati. Mən artıq günah mənim əməlim deyil. Hətta xasiyyətimdən də ötədir. Günah mənəm. Mən ona qidalanıram. Həccacı ibn Yusuf deyirlər, hansı gün adam öldürmürdü? Depressiya düşürdü. Narahat, yata bilmirdi gecə ki, bugün nəsə elə qan iyi gəlmir. Və həqiqətən belə olur insanda. Yəni, baxırıq da dünyanın vəziyyətinə. İcazə bir dənə ayə deyim sizin sözü. İnnəha əməlun qeyri salih. Nuhun balası haqqında deyir. Deyir, o salih, qeyri-salih əməldir. O pis əməldir. Belə deyir, özünə deyir. Yəni, sanki siz Nuhda problem axtarmayın. Bunun atası bunu bugünə qoymadı. Atası tərbiyə də verib, ata iş də görüb. Amma əməllər onu Nuhun balası elədi. İnnəhu əməlun qeyri salih. Hətta əməllərin təcəssümü oldu. Əməlin özü oldu. Özü oldu, özünə çevirdi. Özünə çevrildi. Necə ki, məsələn, Əli ilə İslam haqqında var ki, Aliyyun ədlun. Ədlun. Əli ədalətdir. Burada da necə Əbəlfəz əleyhissalam İmam Hüseyin İslam'a deyir ki, cənnətə filana niyə baxıram? Sən hər şeysən. Cənnətim sənsən. Sencavid o iblis əsərində təqdim edir özünü Arifə iblis deyir. Deyir, mən şimdi bir atəş. Fəqət əvvəlcə mələkdim. Həb xavliqə təsbih idi, təqdis idi, virdim. İlk öncə mələklər məni təsdiq ediyordu, Adəm kimi bir sayğısız axır ləkə vurdu. Alçalmadı, yüksəldi fəqət şöhrəti şanım. İblis deyir, alçalmadı, yüksəldi fəqət şöhrəti şanım. Allah ilə bir zikr olunur, namı nişanım. Allah şeytan. Yəni, bunu ilə də fəxr edir. Mən indi bir də atəşəm. Atəşə çevrildim də, indi atəş oldum artıq. Döndüm, oldum alov. Mən atəşin ta kəndisiyim. Yəni, alovu yayım, alov eləmirəm, mən alovam. Alovun özüyəm. Quranda od haqqında, cəhənnəmin odu haqqında 3-4 dənə ayə gəlib. Ayələrdən biri budur ki, bəziləri cəhənnəmə girəcək. Bir ayədə buyurur ki, وَاتَّقُوا النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ Cəhənnəmin yanacağı vəqudu insandır. Bir də həsəbu cəhənnəm, cəhənnəmin odunu insandır. Bir də deyir ki, bil cəhim, cəhənnəmin özünü gətirərik qiyamət günü. 4 dənə söz dedim. Cəhənnəmə girən... Əyyama edin bir cəhənnəm. Bir cəhənnəm. Cəhənnəmi gətirərlər. Bir cəhənnəm. İstəyirəm onu deyim. Deyir ki, cəhənnəmdə yanan insan. Odunda insan, yanacaqda insan, hətta bir həddə gəlib çatıb ki, özü olub cəhənnəm, yəni olduğu mühiti eləyib cəhənnəm. Bir var adam özü gedir girir cəhənnəmə. O qədər tənəzzül elədi ki, əsfələ safilin oldu ki, halbuki qaba qovsayını o ədnaya üçün qeyb çata bilərdi. Gəldi oldu cəhənnəm. Hətta hədisdə var ki, ibadətdə riyakarlıq eləyən var. Bir var, mən yerişimdə riyakarcasına yeriyirəm, yeməyimdə riyakarcasına, ictimai həyatda, məişətdə bir də var. Allah mənə namazı vacib eləyib. Yəni, Allah namaz deməsəydi, namaz yox idi mənim həyatımda. Gündəlik məişətdə namaz yox idi. Mən namazı riyakarlıqla qılıram. Deyir, onların qoxusundan cəhənnəm şikayət edir ki, bunu çıxardın da burada, mən boğuldum. Cəhənnəm deyir ki, mən boğuldum. Əksi də belədir, ha? İbadət, hum dərəcatun. Bir var, cənnətin müəyyən dərəcəsinə gedir. Özü dərəcədir. Özü məqamdır, özü dərəcədir. Hər cənnət edənə icazə vermir İmam Hüseyin Ağanın Gülcəmalın görsün məsələn. Ayədir, vaqiyyədə dedi, hum ruhun və reyhanun və cənnətun nəyim. Əlləmə Bayəçistanda deyirdi ki, demir ləhum. Deyir hum, deyişməyin. Deməyin, burada necə təqdirdə bir şey var, qrammatika təqdirdə. Yox, bir də niyə deyişsən? Hum ruhun, ruh yəni aramlığın özü, təqdir o vaxt lazımdır ki, biz məna tapmayaq. Hə, məna var da, bu ümumiyyətlə yanaşma maraqlıdır. Fəsəlul qəriyə, kənddən soruş, deyir,
Lazım deyil orada deyəsən əhləl qəriyə. Hələ kənddən danışdıra bilsən, danışır, eşidə bilsən, o söhbət eləyir səndən. Soruş daş divar səndən danışsın. Mənsum dedi bir nəfərə ki, get o divarla, daşla danış. Nə danışım o divarla? Deyir, o yarımçıq, o sökülən evlər var, onlarla da. Deyir, nə deyim onlara? Deyir, nə onlara? Eynə sakinukə, eynə banukə. Hanı sənin sakinlərin, hanı səni tikənlər? Bir də soruşabilirsin. Eşidən qulağın olsa deyərlər ki, hardadılar? Ayəsi də var da və lakin la təfqəhunə Təsbihəhu. Danışırlar. Siz başa düşmürsünüz, başa düşənlər var. Elə eləyən cəmaat da başa düşsün də indi. Azərbaycan kanalına Danışırlar. Allah sana ona görə Peyğəmbərə deyir ki, iqra da. Kitab verməmiş deyir, iqra, oxu. Oxuyum, kitab ver oxuyum da. Yəni, hələ sən də təbiətlə danış da. Əslində o söz var ha, iqra, bismillah. Yəni, bax, bugün eyni sözlər, bugün axtarsız psixologiyada, nə bilim, fəlsəfədə var. Sadəcə dində deyəndə elə bil ki, kimlərəsə qəribə gəlir. Həyat fəlsəfəsi nə deməkdir? Həyat mütaliəsi nə deməkdir? İbrət nə deməkdir? Bunlar oxumaqdır da, həyatı oxumaq. Mən niyə yaşayıram? Mən niyə göndəriblər bura? Kim göndərib? Yəni onu deyir də, burada oxu ginəndə. Özdə məsəl üçün bunu ortada da olar da qurban olduğum Nazir Əliyev. Kitabın Nazir Əliyev birinci deyir oxu. Kitab yoxdur arada. Heç yoxdur deyir oxu. Bu insana əslində ayıltmalıdır ki, nə eləyir oxu? Olmasa deyirdi, ismi Rəbb var da. Nə də, məsələ o. Əllamə də orada deyirdi, ismdən məqsəd İsmullah da götürürdü. İsmullah da bütün Əsmaül Husnadır. Yəni aləmin batinini oxu. Aləmin də batinini oxusan fəinəmə tuvəllu fəsəmmə vəchullah. Dara baxsan Allahın vəhçini görərsən. Yəni sən o birisi tərəfinə bax məsələn. Maraqlıdır ki, ümumi birisinə deyir oxu. Yəni oxuya bilməyənə deyir oxu. Yox, hələ onda işimiz yoxdur. Oxuya bilir, bilmir. O özü bir mübahisəli məsələdir. Söhbət ondan gedir ki. Oxumayıb başqadır. Mən sənə nəsə verərəm deyərəm oxu da. Gələm bunu oxu. Özünü günahdan qoruyurdun, abruva həyava bürümüşdün, özüvü filan min cür bürünmək var da, hər halda yaxşı mənada. Həm də diyanan adam hərəkət edənə nisbətdə hələ bürünüb yatmış misalındadır ki, artıq dur, başda. Oxudun ha, oxuduqlarını indi dinən cəmaata. Əvvəl deyinən, sonra çatdır, qol, bəlli. Qum fəəndir. Yox, mən ümumiyyətlə gedişatı deyirəm. Əvvəl deyinən, sonra çatdır yinən, sonra yaşasınlar, fəqih olsunlar. Ustadlar, vaxtımız tamam oldu. Bu Seyid Daşlı mövzu bitmədi. Mən razısı ustadlar bu mövzu davam edərik də. Çünki bu mövzu qurtarmadıq. Heç nə qurtaramadı. Mən düşündüm ki, bugün günahdan danışdıq, gələn həftə savabdan danışarsınız. Yox, axıra qədər, eləyənə qədər danışacağıq. Yox. Biz o sahədə peşəkərək də. Savab bizdəydir. Nə qədər yazılanımız var. Allah ömrünüzə bərəkət versin. İnşallah ki, növbəti həftədə yenə mövzunu davam edəcək. Allah razı olsun sizdən ustadlar. İnşallah növbəti həftədə bizi gözləyin. Doğru yanaşma efirdə olacaq. Hər birinizi uca olan Allaha əmanət edirik. Sağ olun.